Bir şey deyim sizə. Bunu yəqin siz də hiss etmisiniz. Biri çıxır 10 saniyəlik video atır, heç bir məna yox, heç bir fikir yox. Amma baxırsan 100 min baxış. O biri tərəfdə biri oturub danışır, düşünür, izah edir, amma 5 min baxış. Və adamın beynində belə bir sual yaranır. Biz doğrudanmı bu qədər boş şey sevirik? Yoxsa problem boş kontentdə deyil, bizdədirmi? Bu videoda kimisə söyməyəcəm. TikToku, Instagramı günahlandırmayacağam. Sadəcə olanları açıq və səmimi fikirlər ilə danışacağam. Niyə belədir? Necə oldu? Biz hansı ara bu yerə gəlib çıxdıq? Əvvəl bir şeyi dəqiqləşdirək. Boş kontent deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, mənasız prank, qışqırıq, suni qalmaqal, eyni zarafatın 100-cü versiyası, heç nəyə aparmayan videolar. Amma maraqlı bir şey daha var ki, bu kontenti izləyənlər də axmaq deyil. Deməli, məsələ insanlar ağılsızdır söhbəti də deyil. Məsələ başqa yerdədir. Biraz özümüzə baxaq. İnsan beyni rahat olanı sevir. Tez başa düşüləni sevir, yorucu olmayanı sevir. Sən məsələn gün boyu iş, dərd, pul, stres, ailə problemi yaşayırsan və bunların içindəsənsə, axşam beynin deyir, xahiş edirəm məni yorma. Və o an ciddi video yox, analiz yox, düşünmək yox. Sadəcə gül, bax, keç. İndi gələk platformalara. TikTok, Reels, Shorts. Bunların məqsədi nədir? Səni mümkünü qədər ekranda çox saxlamağıdır. Onun vecinə deyil, sən nə öyrəndin, nə hiss etdin, nə sənin həyatında dəyişdi. Onun üçün əsas olan barmağın sürüşdümü? Nəticə, boş kontent daha çox itələnir. Bu o demək deyil ki, ciddi kontent ölüb. Sadəcə onun yolu uzundur. İndi biraz tərs tərəfdən baxaq. Bəlkə boş kontent pis deyil. Fikir verin, hamı hər gün ciddi ola bilməz. Hamı filosof deyil. Hamı hər videoda həyat dərsi istəmir əlbəttə ki. Bəlkə də boş kontent psixoloji fasilədir. Məsələn, bir çay içmək kimidir. Qarın doymur, amma adamı rahatladır. Problem nə vaxt başlayır bilirsinizmi? O fasilə daimiliyə çevriləndə. Problem boş kontentin olması deyil. Problem odur ki, dəyərli kontent tam kənarda qalır. Danışan az görünür, düşünən az eşidilir və sonra da deyirik ki, cəmiyyət niyə belə oldu? Cəmiyyət belə olmadı, sadəcə səslər dəyişdi. Boş kontent qışqırır, sakit danışanlar isə arxada qalır. Mən də bəzən boş video açıb baxıram, gülürəm, keçirəm, hamımız edirik bunu. Bu danılmazdır. Deməli, məsələ onlar pisdir deyil, məsələ balansdır. Əgər günün 90%-i boş kontentdədirsə, beyin heç vaxt işləmirsə, onda problem başlayır. Bir də məsələni bu tərəfdən düşünək. Boş kontent niyə çoxdur? Çünki istehsalı çox asandır. Düşün, ssenari lazım deyil, araşdırma yoxdur, risk yoxdur. Telefonu açırsan, biraz səs, biraz mimika, biraz isə trend, gündəmə uyğun, vəsə, hazır. Amma oturub fikir formalaşdırmaq, sözünü ölçüb biçmək, kimisə incitmədən danışmaq, bunlar enerji istəyir, güc istəyir. Ən əsası da məsuliyyət istəyir. Ona görə də boş kontent təkcə baxılan deyil, həm də istehsalı ən rahat olan kontentdir. Dəyərli kontent niyə ağır gəlir? Belə bir söz deyim, dəyərli kontent həmişə xoş hiss yaratmır. Çünki səni güzgü qarşısına qoyur. Bəzən səhv etdiyini hiss etdirir, bəzən rahatlığını pozur və insan beyni deyir, buna indi ehtiyacım yoxdur. Boş kontent isə sorğu-sual etmir, səni dəyişmək istəmir, olduğu kimi buraxır, olduğu kimi də qəbul edir. Azərbaycanda bu məsələ niyə daha kəskindir sualını isə belə cavablandıraq. Azərbaycanda insan gündəliyində nə var? Maddi stres, gələcək, qeyri-müəyyənlik, sosial təzyiq, el nə deyər qorxusu. Belə bir mühitdə insan düşünməkdən çox qaçmaq istəyir. Ona görə də boş video, gülüş, dedikodu bunlar daha tez yayılır. Bu mentalitet məsələsidir və bunu danmaq lazım deyil. Amma bu o demək deyil ki, Azərbaycanda düşünən insan yoxdur. Sadəcə onlar sakitdir, səs salmır, az görünür. Bu video kiməsə ağır gələ bilər, normaldır. Kiməsə də tanış hiss etdirə bilər. Bu da normaldır. Mən burada cavab satmıram. Sadəcə düşünmək üçün mövzu atıram və düşünməyi sövq etməyə çalışıram. Əgər bu video səni biraz saxladısa, biraz düşündürdüsə, deməli məqsədinə çatdı. Şərhlərdə öz fikrini yaza bilərsən. Mənimlə razı olmusan ya yox. Dəyərli fikirlər Azərbaycanda həmişə arxa sırada mı qalacaq? Bunları dəyişdirmək üçün nə etmək lazımdır? Fikirlərini rəy bölməsində paylaşa bilərsən. Kanalın daha çox insana çatması və auditoriyanın genişlənməsi üçün kanala abunə olaraq öz dəstəyini göstərə bilərsən. Əgər səni hansısa mövzu maraqlandırırsa, bunu rəy bölməsində də paylaşa bilərsən. Növbəti videoda görüşənədək hələlik.